Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib. Bu barədə reportda teatrdan bildirilib. Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu qeyd edilib. Xatırladaq ki, əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir. Şair Əli Səmid Kür bugün ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb. Bu barədə təbibdən bildirilib. Qeyd edilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu. Tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib. Eləcə də yanaşı xəstəliklərlə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub, məlumatda vurğulanıb.